Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən asan və ləzzətli yeni salatın hazırlanmasının reseptini sizinlə bölüşəcəm. Öncədə mən tərəvəzləri yuyub tərtəmiz bişirdikdən sonra kut-kut doğrayıb hazır qoydum. 3 ədəd yer kökü, 3 ədəd yumurta, 3 ədəd kartof, 300 qram toyuğun sinə əti, 3 ədəd turşu xiyarı doğrayıb mətbəx salfetkasından təmiz suyunu qurudandan sonra tökdüm. 2 dolu xörək qaşığı nar əlavə etdim. 3 xörək qaşığı da qarıdağ turşusundan istifadə etdim. Zövqa görə 1 çay qaşığı duz, yarım çay qaşığı istiot, 2 dolu xörək qaşığı xama, 2 dolu xörək qaşığı da mayonezdən istifadə etdim. Bunu da sizə qeyd edim ki, mən öncədən tərəvəzləri bişirəndə suyuna duz əlavə etmişdim. Mən duzlu peçenyelerden istifadə etdim. Tut peçenyasından üzərinə 1 dolu xörək qaşığı salat qoyub, yenə üzərinə həmən peçenyeləri qoyub, kənarda şüyüt doğramışdım. Kənar hissələrinə də şüyütlə bəzəyib yığdım. Kənarlarını mən şüyüt göyərçisindən istifadə etdim. Xırda-xırda doğrayıb, yenə kənar hissələrini şüyütlə bəzəyib boşqaba yerləşdirdim. Sonda üzərinə nardı əlavə etdim. Hər birinizə öz təşəkkürümü bildirirəm. Allah hər kəsin evini ruzili bərəkətli etsin. Göz haqqınızı halal edin. Allaha amanat olun. Hər birinizə öz təşəkkürümü bildirirəm.